Xocalı rayonunun Ballıca kəndindəyik. Buradakı Novruz adət-ənənələrini Naxçıvan televiziyasının efirindən sizə çatdıracağıq. Bugün Ballıca ailələrindən biri olan Məmmədovlar ailəsinin qonağıyıq. Novruz gəlib, yaz gəlib, bir əlində saz gəlib, bir əlində xonçasını açıb yürüdü döncəsi. Bülbülə avaz gəlib, Novruz gəlib, yaz gəlib. Salam aleyküm, hoş gəlmişsiniz. Bizim bu Qarabağ elinə bayramınız mübarək. Hoş gəlmişsiniz, bayramınız mübarək. Hoş gəlmişsiniz, siz bizim bu Qarabağ torpağına çox hoş gəlmişsiniz. Necəsən? Buyurun, hoş gəlmişsiniz. Hoş gəlmişsiniz. Buyurun. Keçin. Keçin. Sağ olun, sizlə var. Hoş geldiniz. Min şükür bu günə. Nə gözəl ki, bu günə bizim bayram günü qonağımız şəhid anasıdır, fəxrimizdir. Keç yenə nüvələnə, keç. Sağ ol, başkanım. Hoş gəlmişsiniz. Sən bizim ən əziz qonağımızsın. Keç başdan əyləş. Keçmiş adətə qayıtmışıq. Sağ olsun prezidentimiz gəldik Ballıca kəndində, biz də elinə birləşdik. Hamı yığılırdı, cəmaət qohumlar, qora qoyurlar, yuxa pişirlər, kəndinlə qohumlar yığılırdı, birləşirdilər. Uşaqlar yumurta çoxuşurdu, yumurta boyuyurdu, qırmızı rənglə. Uşaqlar da öz qohum istədiklərimizin gəlində payına verdik, torbalarına qoyurdu, torbadan da. Uşaqlar sevindilər, nəvəm var. Dedi ki, biz indiyənətən belə bayram görmürdük. Öz də get uşaqlara qoşuldu, bir iki evə torba atıb gəldilər. Dedi ki, nənə, nə yaxşı olmuş buranın bayramda, elin içinə bir yığıldıq. Biz uşaq elə bir yaralanda Ağdaşda qaldıq, elə vaxtı cəmaatdan ayrıldıq. İndi şükür Allaha, bizi prezidentimizin Allah canını sağ eləsin, getdi, evimizi verib, çox sağ olsun. 1971-ci ildə mart ayının 12-sində Xocalı rayonu Köçalar kəndindən anadan olmuşam. Köçalar kəndində orta məktəbimi bitirmişəm. O zaman gənc bir döyüşçüydüm. Vətənimin, kəndimin, elimin, obamın, Qarabağımın müdafiəsinə qalxmışdım. Öz yoldaşlarım kimi, öz dostlarım kimi. Bugün çox xoşbəxt bir insanlarıq. Ona görə xoşbəxt bir insanlarıq ki, mən bugün oğlum ilk Qarabağa köç kərvanında Xocalı rayonunun Ballıca kəndinə köç edib. Mən də bugün bir ata kimi oğlumun evində Novruz bayramı keçirməyə gəlmişəm. Hələ mən özüm köçməmişəm. İnşallah, yəqin ki, növbəti köçdə mən də köçərəm. Bu çox bizim üçün qürur verici bir gündür. Allahdan ilk öncə şəhidlərimizə rəhmət diləyirəm. Allah şəhidlərimizə, bütün şəhidlərimizə rəhmət eləsin. Bütün qazilərimizə can sağlığı versin. Allah ordumuzu qorusun, dövlətimizi, dövlətçiliyimizi qorusun, Allah prezidentimizi qorusun və bayrağımız hər zaman ucu olsun. Uşaqlığımdan bu günə qədər ancaq o söhbətlərlə böyümüşəm. Qarabağ haqqında olan söhbətlərlə, istər buranın təbiəti haqqında, gözəlliyindən, Xocalımız haqqında olan söhbətlərlə, burada bayramları necə keçirməkləri ilə bağlı etdikləri söhbətlərlə böyümüşəm. Ümumiyyətlə, Qarabağ anlayışı bizim uşaqlıqdan hər zaman olubdur bizim üçün. Hər zaman bilmişik ki, bizim Qarabağımız var, oranın səfalı yerləri var, gözəl güşələri var. İlk bu hansı ki, Ballıca kəndinə köçən sakinlərdən biri olmuşam və bu mənim üçün çox gözəl qürur vericidir. Çünki torpaqlarımıza, azad Qarabağımıza köçmək 34 il bizim hər birimizin arzusu olub. Artıq bu günlərin bu torpaqlardayıq. Şükürlər olsun bu günə. 32 ildən sonra çox sevinirəm ki, Xocalıya mən
qədəm qoymuşam. Ailəmlə bir yerdə, oğlumla bir yerdə, oğlumun evinə bugünkü gündə qonaq gəlmişəm. Çox sevinirəm ki, oğlumun mətbəxində mən bayram aşı dəmləyirəm, bayram yeməkləri bişirirəm, nəvələrimlə bir yerdə, gəlinimlə bir yerdə. Allah bu sevinci hər kəsə nəsib qismət eləsin. Mənim üçün çox qürur verici bir gündür.